Birleşmiş Ərəb Əmirliklərinin Müdafiə Təminatı üzrə Təvazun Şurası, Braziliya şirkəti Embraerlə 10 ədəd C-390 Millennium hərbi nəqliyyat təyyarəsinin alınması barədə müqavilə imzalayıb. Army.az xəbər verir ki, razılaşmada gələcəkdə əlavə 10 təyyarənin alınması üçün seçim imkanı da nəzərdə tutulur. Bu müqavilə ilə Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə C-390 təyyarələri ilə müqavilə bağlayan ilk ölkə oldu. C-390 Millennium təyyarəsi hərbi nəqliyyat, humanitar və havadan endirmə əməliyyatları, eləcə də tibbi təxliyə daxil olmaqla bir sıra missiyaları yerinə yetirə bilər. Əlavə seçimlərlə birlikdə 10 təyyarənin alınmasını əhatə edən C-390 Millennium təyyarələri üçün ən böyük beynəlxalq müqavilənin imzalanmasının şahidi olduq. Bu, hava qüvvələrimizin hazırlığını inkişaf etmiş, çox missiyalı əməliyyat imkanları ilə artıran bir addımdır. Bu, həm də təyyarənin yaxın şərqə ilk girişini qeyd edir və müdafiə sistemimizin səmərəliliyinə qlobal inam əks etdirir. Eyni zamanda hərbi sənayinin lokallaşdırılmasını dəstəkləyir və dövlətin sənaye inteqrasiyasını gücləndirir deyə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Şeyx Mənsur bin Zayed Əl Nəhyan deyib.